Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə demək 92-170 marşrutlarına yaxın ərazidə yoldan marşrutdan 50-60 metr məsafədə 2 ailə üçün uyğun demək 4 otaq yuxarıda, 2 otaq aşağıda olmaqla bir həyət evində satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Gördüyünüz kimi bu evin xarici görünüşüdür. Ev 2.5 sotun içində inşa olunub. Ev 11.50-nin 12 olan bir evdir. Yəni kvadratı da böyükdür, ölçüsü böyükdür. Evin demək olar yan tərəfində keçmək də belə mümkündür. Bax belə yan tərəfləri də açıqdır. Yola yenə qeyd edirəm, yaxın yerdə yerləşir, marşruta, bağçaya, məktəbə, marketlərə çox yaxın yerdə yerləşir. Gördüyünüz kimi, hörmətli izləyicilər, ara mərtəbəsi monolitdir, beton monolitdir. Hələ-mələn belə evlərdə, yəni belə 2 ailə üçün olan evlərdə çoxunda monolit olmur. Yəni bu ev həqiqətən monolitli evdir. Giriş hissəsi gördüyünüz kimi dəhlizi 1.70-1.80-dır, döşəməsi istipoldur. Demək, sağ tərəfdə böyük bir dənə, haradasa bir 40-50 kvadratlıq, böyük bir 40 kvadratlıq rahat bir qonaq zaldır belə. Gördüyünüz kimi, hörmətli izləyicilər, baxın bir genişliyinə söz ola bilməz. Ev həqiqətən çox böyük evdir. Rahat bir 40 kvadrat var. Bəlkə də çoxdur. 10 metrin, 5-in bəlkə də 10 metr, 40-dan çox olar. Yəni mən bunu nəzərinizə çatdırım, böyük bir məclis eləmək üçün ən əlverişli bir evdir, bu otaqdır. Burada böyük bir məclis edərsən, yəni yola vermək olar. Gördüyünüz kimi, bu qapıda elə həmin 2 dənə qapısı var, bir dənə zalın. İstəyirsiniz gələcəyə buranı ayırın, aranı da ayırmaq. Bunlar mümkündür, bölmək mümkündür. Demək, burada bir dənə haradasa 4-ün 4-də bir yataq otağıdır, aşağıda. Yuxarıda da 4 dənə otaqdır. Burada sanuzel hissəsidir, hal-hazırda təmir işlər gedir. Düzdür, kabinetlər vırılıb, indi qalanda işlər gedir. Hal-hazırda evdə tamamlanma işləri gedir. Bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Demək, bu 2 ailə üçün tam uyğundur. Aşağıda bir dənə mətbəxdir. Gördüyünüz kimi, evdə quru ərazidə yerləşir. Yəni, nəmişli olmayan ərazidir. Mətbəxi də haradasa böyüdür. 4-ün 5-ə, 20 kvadratlı bir yataq mətbəxdir. Qalxaq indi yuxarı. Qiyməti də sonda deyəcəm ki, yəni ev haqqında məlumatınız olsun, bütün ətraflı məlumatı verirəm. Sonra ətraflı, bu evin, görsün bu hissəsi də açıqdır, keçmək mümkündür. Qalxırıq buradan yuxarı. Qalxan kimi, burada bir 1.70-1.80 eni, yəni dəhlizə. Ara mərtəbəsi monolit, yəni bunu nəzərcə çatdırın. Sağ tərəfdə böyük bir mətbəx, 4-ün 5-ə, haradasa geniş mətbəxdir, 20 kvadratlıq bir mətbəxdir. Burada haradasa təxmin 3.50-nin bir, 5 metrəyə bir yataq otağıdır, uşaq otağı deyək buna. 4-ün 7 metrəyə, ya ki 8 metr olar, təxmini ölçü deyirəm, fərq eləməz, az fərq eləyər. Gördüyünüz kimi, böyük bir qonaq otağıdır, rahat bir 7 metrdən çoxdur, hələ 8-ə yaxındır. Burada da bir haradasa 4-ün 5.50-yə zada 5, yəni 20 kvadrat böyük bir yataq otağıdır burada, gördüyünüz kimi. Yola yenə deyirəm, 50-60 metr məsafədə yerləşir, hörmətli izləyicilər. Sonda burada bir yataq otağıdır. Bu da haradasa 14-15 kvadrat olar. Hörmətli izləyicilər, kimlərsə evini satmaq istəyirsə 055-389-3808 nömrəsini əlaqə saxlasın, evlərin satılmağına köməklik göstərə bilərik. Bu da 2-ci mərtəbənin sanuzel hissəsidir, gördüyünüz kimi. Bu hissəsi də yəni hal-hazırda evin içində işlər gedir, tamamlanmaq üzrədir. Gəlib yerinə də baxsınız, yəni burada elə bir iş qalmayıb, bir həftəlikdə 3-5 günlük iş qalıb. Hörmətli izləyicilər, YouTube-da, Instagramda, TikTokda Seçal Əmmar səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb. Kodları götürməyi yaddan çıxmasın, hörmətli izləyicilər. Sənədi, bələdiyyə sənədidir, bunda nəzərinizə çatdırım.
Demək, evin qiyməti 180 min start qiymətli 2 ailə üçün uyğun olan evdir. Ara mərtəbəsi monolitdir. Otaqları genişdir. 2.5 sotun içində inşa olunub. Otaqlarına, yəni genişdən söz ola bilməz. Yeri də qəşəng yerdə yerləşir. 180 min start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Son sözdə hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik.